Hüseyin indi baxır gülür. Doğrudan da bu bədbəxt həkimlərin halına gülür. Hüseyin adi vətəndaş kimi ölə bilməzdi. O, əfsanə kimi gəldi. Gəldi, əfsanə kimi də getdi. Gəlişi ilə necə səs saldısa, gedişi ilə də elə səs saldı. Amma heç kəsin bu qədər sevəni olmayıb. Heç bir sənətçinin adını mən metroda, divarda, məktəbdə, divara yazılan görməmişim. Heç tamaşaçı bərbərə gedib deməyib mənim saçım Hüseyn Dəryanın saçı kimi elə. Mən Hüseynin ölümünə üzülmürəm. Ölüm haqdır. Ölüm haqdır, hər kəs ölüb gedəcək. Mən sağ qalan bədbəxt sənətçilərin halına üzülürəm. Təkrar eyli bədbəxt sənətçilərin halına üzülürəm ki, cənazə qalmışdı ortada. 2-3 sənətçidən başqa mən heç kimi görmədim orada. Ölməyəsiniz siz! Nankörlər! Hansınız toydan çıxanda evə ayıq gedirsiniz, piyan gedirsiniz hamınız. Hüseynin cənazəsi də adı kimi, şöhrəti kimi ağır idi. Hər insanın gücü çatmazdı onu qaldırmağa. Kişi cənazəsində kişi girdi, vəssalam. Dünənə kimi Hüseynə konsertlərdə yalvardılar ki, səninlə duet oxuyaq, gözümün şahidiyəm. Qulağımın şahidiyəm. Ahirətdə cavab verəcəm dediklərimə. Hüseynin arxasıca sürünən jurnalistlər vardılar, əlində mikrofon, kamera. Mən görmədim. Bilirsiniz, əgər ağ varsa, qara da var. Acı varsa, şirin də var. Sual varsa, cavab da var. Niyə gəlmədiniz? Neynəmişdi Hüseyin sizə? Hüseyin içki içirdi, bəli, siz içmirsiniz? Hə? Hüseyin nəşə çəkirdi, siz çəkmirsiniz? Girin YouTube'a baxın, görün, nə oyunla çıxırsınız? Nə Hüseyinə qədər, nə Hüseyindən sonra. Heç kimin elə bir fanatı olmayıb ki, səhnədə paltarın əynindən cırıqlayıb çıxarsınlar. Hansımızın olub? Hansımızın olub? Heç kimin. Mən başqa ölkələrə gedəndə, yaxşı bir şey görəndə onu özüm üçün, millətim üçün eləmək istəyirəm. Mən Hüseyn Dəryadan bir şey öyrəndim. Bu insanda tükün uzu qədər də paxıllıq yox idi. Yanına gəlirdi uşaqlar, bəzi şeylər öyrədirdi. Deyirdi, niyə öyrədirsən? Deyirdi, o adı Samirdir də, məsəl üçün. O öyrənəcək, olacaq Samir. O həyatı boyu Hüseyn Dərya ola bilməz, artıq Hüseyn Dərya var. Cənazə qalmışdı ortada. Cənazə ortada qalmışdı, siz niyə gəlməmişdiniz? Mən bunu həzm eləyə bilmirəm. Yaşlı qədər, 7-8 yaşında olan fanat qədər olmadınız siz. Hüseynin bu xalqa, bu millətə, bu mədəniyyətə zərrə qədər xidməti olmayıb bəyəm. Olmayıb. Hüseynin problemi onun özünə məxsusuydu, özü ilə olan problemi idi. Onun şəxsi həyatında olan şeylər tamaşaçıya, xalqa, heç kimə aidiyyatı yox idi. Kənan, çox üzr istəyirəm, siz davam edəcəksiniz. Ülviyə gəlsin Alovlu bu arada və siz davam edin. Kənan, buyurun. Buyurun, davam edin. Gelelim, qız otursun orada. Buyurun.
ən çox siz kimi görmək istəyərdiniz məsəl üçün orada? Yəni ən çox. Ən çox Bəli. kimlə duet oxumuşdu ən azından onları? Məsələn, rəhmətli kimdən duet oxumuşdu? Elarizlə. Elarizlə. Sonra çox adamlarla oxumuşdu məncə. Elariz ümumiyyətlə yasa gəlmədi heç. Amma məncə, hə? Öndə şəkilləri vardı. Müğənnilər vardı ki, Hüseyin Dərə gəlməsə toy başlamırdı. Yadındadır da jurnalist Zülfiyə xanım, yadınızdadır da sizin. Hüseyin Dərə gəlməmiş, Hüseyin Dərə mənim toyumda gəlsin, qonaq kimi gəlsin, hamı görsün ki, Hüseyin Dərə gəlib. Hamının deməsi olar, harada deməsi olar? Niyə gəlməmişdilər? Heç kim nə özünün, nə övladının sabahından sığortalı deyil. Heç kim. O insan mənə deyirdi ki, mən gecə yatdım, səhər durdum ki, məşhuram. Bu bilirsiniz nə deməkdir? İnsanlar var aylarla, illərlə klip çəkdirir, mahnı yazdırır, verilişlərə çıxır, tədricən sevgi qazanır. Bu 45 dəqiqənin içində ulduz oldu. Bu necə gəldi, elə getdi, vəssalam, mən çox danışmaq istəmirəm. Güzeller güzeli Allah'ım, her şeyin ezeli Allah'ım. Ya sevinç ya zulüm, ağlayım ya gülüm, de ya oğlum ya ölüm. Güzeller güzeli Allah'ım, her şeyin ezeli Allah'ım. الله طاعته على العالمين إنك لمن المرسلين على صراط مستقيم تنزيل العزيز الرحيم. الله أكبر.